Bismillahirrahmanirrahim. Uşaqlar eşitdiklərini tez-tez unudurlar. Amma gördüklərini heç vaxt. Biz onlara ədəblə danış deyə bilərik. Amma əgər evdə bir-birimizə qışqırırıqsa, bu sözlərin mənası qalmaz. Biz onlara hörmətli ol deyə bilərik. Amma yaşlı birinə yer vermədiyimizi görürlərsə, bu cümlə uçub gedər. Ədəb bir qayda deyil, bir nümunədir. Susaraq da öyrədilir, baxaraq da öyrənilir. Uşaq valideyninin tələblərindən çox davranışını yadda saxlayır. Valideyn təşəkkür edirəm deyəndə uşaq da deyir. Valideyn bağışla deyə biləndə uşaq da bağışlamağı öyrənir. Biz böyüklər ədəb dərsi keçmirik. Biz hər gün davranışımızla dərs deyirik. Və bu dərs illərlə sinifdə deyil, qəlbdə qalır.